Axşamınız xeyir olsun. Rossmanndan elədiyim kiçik alış-veriş paketini sizlərlə bölüşmək istəyirəm. Rossmanda 20 manat və ya üzəri alış-veriş edərkən sizə bəzi məhsullar 5 manata təqdim olunur. Yəni belə bir kampaniya var hal-hazırda. Siz də yararlana bilərsiniz. Mən bu iki məhsulu əldə edərək Ferrero Rocher'in plitkasını 5 manata əldə elədim. Digər növləri də var idi, Raffaello və bunun digər ağ şokoladının növü olsa da mən bunu seçdim. Bunun normal şokoladını yemişəm, yəni paketdə qutuda olan o şokoladın, amma ki plitkasını yeməmişdim. İlk dəfə idi alırdım. Dadı pis değildi deyə düşünürəm. Ən azından çayla gedər. Ancaq digər o qutuda olan şokoladını daha çox bəyənirəm. Yəni bu plitkanı yeyəndən sonra belə qərar aldım. Deməli mən siz bunu açdığıma baxarkən digər məhsullar haqqında qısaca danışım. Biodermanın Photoderm SPF-ini aldım. Çünki bilirsiniz ki, təkcə yayda yox, həm də soyuq havalarda da o ev 2 olanda və yaxud da daha yüksək olanda, yəni günəş şüalarını nəzərdə tuturam. Biz o zaman günəş kremi istifadə etməliyik. Ona görə də deməyin ki, niyə qışda SPF almısan və digəri də diş pastası 2 dəfə idi alırdım. İnşallah ki, yaxşı olar.